إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا وسيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له نشهد أن لا إله إلا الله وحده لا شريك له ونشهد أن محمدا عبده ورسوله صلى الله عليه وعلى آله وأصحابه وسلم تسlimen kesiren ila yevmiddin amma ba'd. Aziz Müslümanlar. Oza Allah buyurur, kitapta Meryem'i de yada sal. O zaman o ailesinden ayrılıp şərq tərəfdə olan bir yerə çəkilmiş və ibadət vaxtı onlardan gizlənmək üçün pərdə tutmuşdur. Biz öz ruhumuzu, Cəbraili onun yanına göndərdik. O, Meryem'in karşısında kamil bir iman suretinde peyda oldu. Meryem dedi, mən səndən mərhəmətli Allah'a sığınıram. Əgər müttəqisənsə mənə toxunma. Mələk dedi, mən sənə ancaq pak bir oğlan bəxş etmək üçün Rəbbinin elçisiyəm. Meryem dedi, mənə bir insan toxunmadığı və özüm də zinakar olmadığım halda necə mənim övladım ola bilər? Mələk dedi, bu belədir. Lakin Rəbbin buyurdu, bu mənim üçün asandır. Biz onu insanlar üçün bir möcüzə və öz tərəfimizdən bir mərhəmət edəcəyik. Bu hökmü verilmiş bir işdir. Məryəm uşağa qaldı və bətnindəki ilə birlikdə gedib uzaq bir yerə çəkildi. Doğuş sancıları onu bir xurma ağacının gövdəsinə söykənməyə vadar etdi. O dedi, kaş bundan əvvəl öləydim və bir dəfəlik unudulaydım. Məryəmin aşağı tərəfindən İsa və ya Cəbrail onu səsləyib dedi, qəm yemə, Rəbbin sənin ayağının altından bir bulaq axıtdı. Xurma ağacının gövdəsini özünə tərəf silkələ ki, üstünə yetişmiş təzə xurma tökülsün. Ye, iç, gözün aydın olsun. Əgər insanlardan kimsə görsən de ki, mərhəmətli Allaha oruç tutmağı nəzir etmişəm. Odur ki, bugün heç kimlə danışmayacağım. Məryəm körpəni qucağına alıb öz tayfasının yanına gətirdi. Onlar dedilər, ey Məryəm, sən yaramaz bir iş tutmusan. Ey Harunun bacısı, atan pis kişi, anan da pozğun değildi. Məryəm ona işarət etdi. Onlar dedilər, beşikdə olan körpə ilə necə danışaq? Körpə dil açıb dedi, həqiqətən də mən Allahın quluyam. O mənə kitab verdi və məni peyğəmbər etdi. Harada oluramsa olum, məni mübarək etdi və nə qədər ki sağam, mənə namaz qılıb zəkat verməyi əmr etdi. Həm də məni anama qarşı qayğıkeş etdi. Məni lovğa və bədbəxt etmədi. Doğulduğum gündə, öləcəyim gündə, yenidən diriləcəyim gündə mənə salam olsun. Barəsində şübhəyə düşdükləri haqq söz olan Məryəm oğlu İsa budur. Allaha övlad götürmək yaraşmaz. O pak və müqəddəsdir. O bir işin olmasını istədikdə ona ancaq ol deyər. O da dərhal olar. İsa dedi, həqiqətən Allah həm mənim Rəbbim, həm də sizin Rəbbinizdir. Elə isə yalnız ona ibadət edin. Düz yol da budur. Sonra firqələrin arasında ziddiyyət düşdü. Böyük günü görəcək kafirlərin vay halına. Onlar bizim huzurumuza gələcəkləri gün necə yaxşı eşidəcək, necə də yaxşı görəcəklər. Lakin zalimlar bugün açıq aydın azınlıq içindədirlər. Sən onları işin bitmiş olacağı peşmançılıq günü ilə qorxut. İndi onlar hələ qəflətdədirlər və iman gətirmirlər. Şübhəsiz ki, yerə və onun üstündə qalanlara biz sahib çıxacağıq. Onların qayıdışı bizə olacaqdır.
Meryem suresi 16 ve 40. ayetler.